Əziz tamaşaçılar, günlərdir ard-arda yağan yağışlar nəticəsində Kür çayı səviyyəsini artırmışdı və nəticədə Kür öz məcrasından çıxaraq Kür ətrafı rayonları və şəhərləri su basmışdır. Bəli, bununla belə yaşayış evləri, bir sıra əkin sahələri artıq yararsız hala qalmışdır. Hadisə yerinə aidiyyatı qurumlar və zərər çəkmişlər toplanıblar. Hər biri buradadır. İndi mən onların hər birindən ayrı-ayrı müsahibə alacağım. Xoş gördük sizi, salam. Salam Melek'im, ne tersiniz? Siz necəsiz? Belə yaxşıyam, siz nə tərsiniz? Yaxşıyıq, Yaxşı olar. yaxşıyıq. Deyilənə görə sizin eviniz su altında qalıb. Su altında qalıb nədir? Ay bazı, sənə qurban olaram. Şükür eləyərdim, mən suyun altında qalsaydı. Kür gəldi, öyümü götürüb apardı. Öyüm çıxdı, getdi, bazı, toba. Biz 3 il bundan qabaq bir quruşka su tapa bilmirdik, toba. İndi su bir sən nə qədər deyil, lıqqa. Texa lıqqa. Xanım, siz də özünüzü təqdim eləyin. Bu mənim arvadımdır. Görmüşəm, bir suyu mənə oxşayır, bana bax. Aydındır. Bunu götürüb qaçmışam o vaxtı. Bəs hal-hazırda sizin eviniz hardadır? Bu bir ax görənlər deyir ki, Neftçalağa keçdi, getdi. Hə, axa gedir, üzün Neftçalağa. Bazı, təksə öyüm getməyib, toba. Bu Nə gedib? aynı yollarım. Aynı yolda yəni bax, qabım, qaşığım, canım, palım, paltarım, veşim, yüşüm, toba bu. Aşı, Bəli. qabı qaşağı deyənə kimi deyilən ki, qaynanam da evin içini sənlə getdi də. Neynəmi qaynanəm getdi. Qaynanəm getsin də elə bir kürüs gəmisində istirahət eləyir. Bazı bir sən nətər, mən getdim əslində qaynanamı da gətirməyə, toba. Getdim. Belə bula apardım, qoydum yolun qırağına. Dedim, geyim qaynanamı götürüm. Getdim, göm simir. Toba. Da utandım da qapını açmaq. Elə bardır, pencərədən başımı soxdum, dedim, həmişə təmizlikdə. Elə mı demişdim, bazı, kür gəldi, götü apardı. Qaynanam da tutdu, getdi. Vay. Gərək siz özünüz çıxanda elə qaynananızı da tutub özünüzdən bir yerdə çıxardaydınız. Hamamdaydı, bazı, toba. Gördüyünüz kimi hal-hazırda bu sakinlərin evini su aparmış, içində də qaynanası. Bəli. Bəli, hadisə yerində xilas edici dalğıclar da cəlb olunub. Yaxınlaşaq görək onlara. Bazı, bu dalğıcdır. Bəli. Görək bu dalğıclar kimlərsə xilas edə biliblərmi? Salam. Salam. Dalğıc nə deyirsiniz? Mən dalğıc dögüləm, görmürsünüz mən qalsıq taxmışam? Aydındır, mən başa düşdüm. Bəs siz Kürbənd İdarəsinin bir rəisi kimi bu məsələlərlə bağlı nə işlər görürsünüz? Bu daşqınlarla bağlı nə kimi işlər görürsünüz? Biz açığı, Bəli. bu Kürün bu qədər daşacağına inanmazdıq. Toba. Kür bu dəfə nağardı, Kür əndazədən çıxdı. Onu başa düşdük. Yəni siz bu daşqınların qarşısını almaq üçün nə işlər görürsünüz? İşlər görmüşük, qarşılığında çox işlər görmüşük. Nə işlər görmüşsünüz? Bu kisələr görürsünüz, 50 kiloluq kisələr. Bəli. Qoymuşuq ki, gələn selin qabağını alaq. Ondan sonra 5 dənə ekskavator gətirmişdik, onun ikisini sel apardı. Üçünü də gizlətmişik, amma heç kimə demirik. Ondan sonra da bu kənd cəmaatına 50 çalo, bir də lapatka vermişik ki, gördünüz hardan su gəldi, qazın dəli açın, suyun səmtini dəyişin. Ay xanım, bir dəqiqə öz üstə. Ağzıma gələn nə danışsan sən orada? Nə deyil? Ağzıma gələn nə danışsan? Biz burada suyun içindəysən. Sən ağzın gələndə nəsə iş görmüsən? Xanım, onu danışdırmayın. Onun nə vecdə, onun əlində vadaraz paltarı var. Kür gələn kimi buradan batacaq, oradan çıxacaq. Məni danışdırır. Mənim öyüm yıxılıb mənim. Buyurun, danışın. Siz nə kimi zərər görmüşsünüz? Danışın. Xanım, mənim bu Kürün qırağında restoran götürmüşdüm. Bəli. Restoran işlədirdim. Bəli. İnanırsan, bir də gördüm Kür gəldi, mənim restoranım qaldı Kürün altında. Nə danışırsınız? Məni heç nə yandırmır, xanım, heç nə yandırmır. Bir dənə məni yandıran bir şey nədir? Gün orta 3-dən oturub yiyib içən 5 dənə stolum var idi. Bəli. Asatır nə kimi vermişdim onlara? Elə pomidor yumurtanı gətirirdim ki, şotu alım, Kür gəldi. Kür gələn kimi də bunlar durdular, qaçdılar.
İndi deyirəm şotumu verin, deyir ki, çekimizi ver, şotumu verək. Mən çeki nətər verim, mənim kasapadım suyun altındadır. Hani bizim bu ərazinin, hani buradan seçilən deputat, hani bizim deputatımız? Niye gəlb indi bizlə beraber bu suyun ortasına dayanmır? Ha? Ne oldu bəs? Seçki qaba gəldi, qapı gəzirdi. Hamıyla bir platformasını bölüşüb səs istəyirdi. Hər səs verilən bir dənə zavod çörəyi. Gəl məni burada təmsil elə. Amma onlar gələndör xanım. O gələndörüm, mən onu bilirəm. O necə gəlsin? O qorxur ki, onun bahalı əqqabısı var ha, onun içə su dolar. Qorxur o 5000'lik kostyumun birdən çilməliyər, bizlə beraber gedər, pis görsənər. O gələndör. Burada məni təmsil elə, deputat, haradasan sən? Haradasan? Çox acınacaqlı vəziyyətdir, çox acınacaqlı vəziyyətdir. Ay xanım. Bəli. Ay xanım tez gəl adam zəng vurur. Su aparan evdə qalmış xanımla biz hal-hazırda canlı əlaqə yaradırıq. Soruş gör hamamdan çıxır heç olmuyor. İhtiyar görüm. Ay ana. Bir yine görüntülü dinle yıksın hamamdan. İhtiyar görüm. Ana vəziyyətin nətərdir? Hardasan? Ne? Ay dədəm vay. Ne deyim? Bir xırda üzü oyana gedirik. Verme. Hardasınız? Bazı deyir yüzü Bakıya tərəf yerlənmiş. Vay. Qaynanam, mən o 6 sol torpağım öydən ayrılmayıb, başıma dönərəm sən. Yox, mişkür. Yaxşı, verirəm quzuğa, verirəm. Az torpaq şeydədir, evin üstündə. Əziz tamaşaçılar, Gedirlər də. görürsünüz ki, çox acınacaqlı vəziyyətdir, həddən artıq və Bəli. hadisə yerinə kürün daşma səbəbi ilə dolayı icra nümayəndələri də buradadır. İndi biz onlara yaxınlaşacağıq. Salam, xoş gördük. Xanım, mənim adımı çəkməsəz olmaz. Niyə? Mən işıqlanmaq istəmirəm. Niyə? Siz bir icra nümayəndəsi kimi burada iştirak edirsinizsə, mən sizdən müsahibə götürməliyəm. Yox, bildim, elə çəkir ki, mənim üzüm çıxmasın da. Bəs haram çəkək? Mən üzü belə danışacağım. Siz mənim boynumu dalım çəkin. Yaxşı, Xahiş edirəm, bax, üzüm Yaxşı. çıxmasına çox xahiş edirəm. Heç Yaxşı. sevmirəm belə şeyləri, heç sevmirəm belə şeyləri. yaxşı. Üzr istəyirik. Bu daşqınlar səbəbilə Bəli. siz bir icra nümayəndəsi olaraq nə kimi tədbirlər görürsünüz? Tədbir deyəndə xanım, siz nəyi nəzərdə tutursunuz? Damlanı Bakıdan gətirdirib burada oxutmağı mı? Bax, məsəl üçün, bax, onun yeri deyil axı. Bax, Damla xanım gələr, səhnədə çıxar, oxuyar, bu kürün ağlı yox, bir şey yox. Dəli bir şeydir, açar, daşar. Qardaş, belimə çıxırsan mənim orada. Bir də aranırsan, mənim onu istəyirəm, narahat olmayın. Yox, sizi yaxından çəkir ona görə. Aşar daşar gələr Damla xanımı götürər aparar. Sonra gəl indi bu basa-basta çürünsündə damlaqdan. Bunun yeri deyil də xanım. Bu yavaş-yavaş bunu yola verək, sonra yavaş-yavaş. Müəllim, mən o tədbirdən danışmıram. Bəli. Daşqınların qarşısını almaq üçün hansı tədbirlər görülür? Onu soruşuram. Bəli, daşqınlarla bağlı biz işləyirik hal-hazırda, bəli. Bir dəqiqə öz işləyirəm. Nə kimi tədbirlər görülür, nə kimi işlər görülür? Buyurun. Gücləndirilmiş işləyir. Hal-hazırda xanım, biz daşqınlarla bağlı gücləndirilmiş iş rejimindəyik. Gücləndirilmiş iş rejimi nəyi nəzərdə tutursunuz? Hal-hazırda gücləndirilmiş iş rejimindəyik. Gücləndirilmiş işi soruşuram müəllim. O nə işdir elə? Nəzivlə keçdim. Gücləndirilmiş iş rejimində işləyirik də xanım. Müəllim, başa düşdüm də həmin iş nədən bəhs edir? Yəni siz bu hansı işi gücləndirilmiş iş rejiminə çevirmisiniz? Xanım, qardaş, Bəli. bir oturma bax gör orada nə var? Sel gəlir oradan deyəsən. Bir də ona çək. Ay xanım, Bəli. mənə tapşırıblar ki, dönə-dönə. Bəli. Səndən müsahibasalar bir dənə denən ki, gücləndirilmiş iş rejimindəyik. Bəli. Onu denən bir qırağa. Hanım, siz bundan nə istəyirsiniz? Ben sizə nə cavab versin? Yəni, yağışdır da, yağıb, güclü yağıb, çox yağıb, fəlakət olub, sel gəlib də. Nə desin? Yaxşı, bəs bu təbii fəlakətin səbəbi nədən qaynaqlanır? Bax, dedəm, vay ya, dəhşət deyə bax. Xanım, Bəli. səbəbi nə bilim, ya kimsə qazan dibin yeyib, ya da ki, o daşla qurbağı öldürüb. Ne bilim, indi qurban olduğum yer onun, göy onun. İstəyir yağdırır, yağır da, sel də olub da, mən nə tərliyim, biz nə bilək? Bəli, buyur.
Ay xanım, bir dəqiqə deyən, məni danışdırın, sən baş verdim. Sən ağzına gələn yerə nə danışırsan? Ne dedim abi? Nə danışsan ağzına gələn sən? Ne dedim? Heç bildin bilmədin, təbii fəlakət. Yaxşı, mən də sual verirəm, təbii fəlakətsə, bəs bizim o deputatlarımız adadır. Bunu işıqlandırın, belə şey işıqlandırmaq lazımdır. Yoxsa gəlirlər, qapı gəlib səs yığırdılar. Deputat burada olmalıdır, mənim yanımda. Demir cəmatın yanındayım, cəmatın yanında olsun. Dursun mənim böğrümdə. Yoxsa orada onu mən təmsil edir. Salam, xoş görüyoruz. Özünü təqdim edin, zəhmət olmasa. Bu kardeşin dediği milletvekiliyim. Buyurun, danışın, eşidir sizi. Siz deputatsınız, Bəli. bizim ərazinin deputatı. Bəli, bəli. Buyurun. Mənim, xoş gəlmişsiniz. Xoş, icazə verin mən bu kişi ilə görüşüm. Mən həmişə demişəm, bizim deputat ayrıdır. Bütün deputatlar gözə su versin. Bu kişi həmişə bizim yanımızda olur. Həmişə ən pis vaxtımız da bizim böğrümüzdə olur. Bugün də bizim böğrümüzdədir. Çox sağ ol. Mən ona görə bu kişinin qiymətini bilməli, bu kişi neymətdir. Çox heyif ki, bunun 5 ilin üçü gedib kişi qalıb. Çox heyif. Ay, yox, Mənim, xoş gəlmişsiniz. Mən bilirəm siz gələksiniz. Halal olsun sizə. Sağ olun. Çok ya, borcumuzdur. Gelip sizin yanınızda olmak bizim borcumuzdur. Yox, mənim, sizin borcunuz, bəlkə də bizim sizə borcunuz var, amma sizin bizə borcunuz yoxdur. Halal olsun sən mənim. Mən sizin qarşısında xahiş edirəm, əlinizə bir də sıxım, çox xahiş edirəm. Çox xahiş edirəm, qoy görsünlər ki, deputat nətər olur. Bax, gəlib, laqqa ilə burada bizim bölümdə dayanıb. Bu kürün qabağında dayanıb bizi tək qoymayıb. Bu kişinin qədrini bilmirsiniz. Bayaqdan ağzınıza gələn danışırsınız bu kişi haqqında. Yox, Ağzınıza gələn danışırsınız. Ay qardaş, siz bayaqdan başqa bir şey danışırdınız axı. Deyirdiniz ki, mənim obyektim su altında qalıb və s. və s. şikayətlənirdiniz. Başqa söz danışırdınız. Ay xanım, mən nə danışmışam? Demişəm, gəlib, kür mənim obyektimə su altında qalmayıb. Sudur da buradan çıxıb, nə olacaq ki? Restoranda su olar da, bunun nə ziyanı var ki? Aydındır. Bilirsiniz bu, tabii ki bu... Selam müəllim, ne tersiz? Sağ olun, çok sağ olun. Bilirsiniz bu tabii bir felakettir. Bəli. Bu yağıştı, bu yağır, bunu biz gözləmirdik. Açığı gözləmirdik. Şahsen ben gözləmirdim. Bilmem kim gözlüyse ben gözləmirdim. Bu 2010-cu ildə bir bərk sel bilirsiniz o daşmışdı, bir onda olmuştu. Bir de indi çox oldu, bu çox oldu və bu da qarların da yağmağı, təbii ki qarın da dağlardan əriməyi, onun gəlməyi bu fəsadların gəlib şey eləməyi. Bax, heç bax. Bayaqdan bura yığışmışıq, birimizin yadına düşür qar. Xeyr. Sabat başqa şeydir. Sabat başqa şeydir. Həqiqətən qarın əriməyi, bəli, buyurun. Axırı tutamadım müəllim. O yağır, əriyir, sonra axırı ne? O özümüz də bilmirdik, orada əriyir o. Nəsə şey olur, gəlir, axır gəlir o. Biz onu, o hardan gəlir onu biz tapamırıq. O hardansa əriyir gəlir. Bəli, zərər çəkmişlər, kimdirsə, nədirsə, kimin nə problemi var? Sizdən nədir qardaş, nə lazımsa? Mənim öyümü də sel götdü apardı, qaynanam qarışıq. Bəli, bəli. İndi qaynananı qaytara bilərik, evi deyənmərik. Amma qaynana problem yoxdur, onu təşkil edən... Qaynana gətirdi, harada çinarın başında yatacaq mənə kimi? Harada yatacaq, öy var. Yox, aydındır, bilirsiniz necədir, bu təbii bir fəlakətdir. Amma bunun xeyri də var. Nədir xeyri? Ola bilər sənin evini su aparıbdır, qaynana evi aparıbdır, amma nə qədər su ambarlarımıza su yığılır. Nə qədər əkinlərimiz üçün Bəli. su tələbatı ödənir. Oo. Bəli, bunları bilmək lazım, buna görə şükür eləmək lazım. Bəli. Bax, o kişi düz deyil, həqiqətən düz deyil. Mən bir alan bir əkin sayəsində oldum. Kişinin pambığı bura kimi suyun içindədir. Gör indi o nə qədər məhsudalı götürəcək. Həqiqətən sabat başqa şeydir. Hal olsun müəllim. Çox heyif. Biz sizin neymətinizdən o ağlınızdan istifadə edirik. Çox heyif. Səndə nədir problem səndə? Məndə heç bir problem yoxdur. Nə problem olacaq? Bunu nə özümə mavin götürərəm. Bəli. Gələn seçicilərdə sağ bir qazev çörək verəcəm düşəcək küçələrə. Yaşa, yaşa. Səndə restoranın deyəsən səndə nədir problem? Mənim bir restoranla yüngül var, su gəlir. Elə baba burada topuqdan su var restoranda. Gözəl, çox yaxşı. Əslində restoranınızın su olmağı çox yaxşıdır. Təqdirə layiqdir o. Əlbəttə ki. Təqdirə layiqdir. Çünki siz qabaqlar balığı hardan aldınız? Balıq elə kürümlərə satırlar, biz də alırdıq. İndi ehtiyac yoxdur. Qarmağı atırsan elə kürə, oradan tutdu yedin. Yenə deyirəm, canım üçün bu kişi neymətdir. Biz bununla ağlından zərrə qədər istifadə edəmirik. Həqiqətən də mən bu gündən, elə mənim restoranım mənim kürün qırandadır. Düz siz deyən elə o dizayna uyğundur. Haralısınız siz? Bəli. Haralısınız siz? Mən özüm Astraxanda yaşayıram.
Rusiya vətəndaşıyam. Ben ağaysam bizim kətdə. Ben burada gelmişim restoran işleden de arena restoran Bu pis işlerdir, qoy işləsin də bu. Benim üzr istəyirəm. O tədqiqlər nə demək? Yəni Tədqiqlər. təqdirə layiqdir. Bəli, tədqiqlər. Üzr istəyirəm. Qaynanam yığır. Qaynanam yığır. Verin danışım istəyir. Kimdən? Qaynanam. Hamandadır. Bir dənə açım. Bəli, bəli, bəli. Alo. Qaynana ha tərəfə üzürsüz. Buyur. Git oba. Vəssalam. Nə oldu? Deyir heç ələtdə ilişib qalmışıq. Yoldaş deputat, çox səndən xahiş edirəm. Bu mənim öyüm gedib çıxıb ələtə də. Bəli. Mənim bu kətdə bir dənə öylə mənə mükafatlandırın, çox xahiş edirəm. Problem yoxdur. Təqdirə layiqdir sizin bu həm qaynananız, həm özünüz, hamısı. Bu nə deməkdir qaynanın öz tədqiqlərə layiqdir. Sənin qaynımı var da. Mamun nəfs hərəkət edirsən. Mamun neçə eləyib ki, o deyir, o tədqirə layiqdir, toba. Yaxşı. Yəni nə demək istəyirəm? Bəli. Harda işləyirsiniz? Nə işlə məşğulsünuz? Mən özüm müəllim işləyirəm, mən Qaradağda. Qaradağda. Bəli. Nə işləyirsiniz? Bırıqda işləyirəm. Qırıqda. Bırıq. Qırıqda. Hə, bax indi bax evinizin də orada ilişib qalmaq çox gözəldir əslində. Nətər? Evdən çıxdın, işə 10 dəqiqəlik. Əvvəllər götürsək ki, işə neçə saata gedirdiniz? 4 saata. 4 saata, Evet. 3 saata, bu hallarda. Amma indi siz 10 dəqiqə evdəsiniz. Bu təqdirə layiqdir, təqdirə layiq deyil. Ne bilim valla. Bu tədqirə layiq sözünü tuta bilmirəm axı. Mən hə deyim, yox deyim. Bəli. Təxmini ipucu verə bilər ki, tədqirə layiq nə demək? Yəni təqdirə layiqdir. Hə, o başa tədqirə layiq imiş. Bəli. Elə, toba başa düşdüm. Ondan mən də sizlə gedim. Bəli. Gedək sizin qaynanamızın hal-əhvalını görgənək Bəli. və ondan da müsahibə alaq. Harda dindi qaynanır? Ələtdə ilişib qalıb. Gedək. Gedək, Gedək bir ona da təhəm bir. Salam aleyküm. Nətər? Salam aleyküm. Salam meleykim. Bu 10-cu ev kimin evdə? Məm. Sən? 10-cu ev məm. Məba, sənin Supruna 26 manat borcun var. Nöhün ödəmsən ha? Nöhün ödəmsən? Ha, mənim evim su aparıb deyir, suya borcum var. Bana bax bir dənə. Mənim evim qardaş su aparıb. Məba, o mənlik dögülü. Hə. Bax, axşam atan suyu ödəmə. Gör suyu nətər kəsirəm. Ged evi tapa bilsin kəs. Mən işlə baxıram. Get.